seldir, nə tufan, nə yağışdır, nə də dalğaların pıçıltısı. Bu ritmin nəfəsidir. Hər zərbədə torpağın ürək döyüntüsü, milyon ilin yaddaşı var. Bu, insana bəxş olunan ilahi missiyadır. Ruhun qapısını açan mistik kilit kimidir. Yarım əsrdir ki, bu sehrin adını bir nəfər daşıyır. Əsirlərin səsini qoruyan sənətkar Natik Şirinov. Çal aşıq, Ağabəy havasıdır. Çal. Bu səs sazın sinəsində yanan aşıq taliyidir. Ustadların barmaqlarından süzülən bu yanğı illəri, nəsilləri aşaraq günümüzə gəlib çatıb. Natik Şirinovun musiqi səltənətinin kökü qədim Göyçədən boyatıb, saza könül verən, sözü müqəddəs bilən ulu babası Aşıq Şirin, babası Aşıq İdrisin qanını daşıyır çünki. Musiqiçi, eyni zamanda riyaziyyatçı olan atasından əxs etdikləri ilə sənət sevdasına düşüb o. Atası Bahadur müəllimin riyazi düşüncəsi məşqlərdə səbrə, ritmdə sabitliyə, səhnədə güvənə çevrilib və nəticədə oğul ritmə hökm etməyi öyrənib. Riyaziyyat ritmin görünməyən xəritəsidir axı. 7 yaşındaykən ustadı Azər Əliyev nağaranın sirlərini öyrədəndə Natik artıq hiss edirdi ki, bu alət sadəcə müşahidə üçün deyil, danışmaq üçün də həm də. Vur! Vur! Vur Qarabağcım! Bu ritm ululardan keçən, dünyanı gəzən, amma kökünə sadiq qalan bir ömür hekayəsidir. Otuz il əvvəl nağaranın Azərbaycana məxsus olduğunu sübut etmək, onu daha da təkmilləşdirmək, yeni ritmlər qurmaq məqsədi ilə Natik ritm qrupunu quraraq ritmdə öz məktəbini yaratdı. Zaman keçdikcə axtarışlar genişləndi. Ritm başqa dillərdə danışmağa başladı. Moskva şəhərində ustadı Ali Kahandan Hind aləti tablanın dərinliklərini öyrəndi. Sənətinin texniki əsaslarını daha da möhkəmləndirdi. Azərbaycan ritmlərini dünya ritmləri ilə sintez etdi. Misirli Əhmədin ritmdəki hikməti, Zakir Hüseynin səbirlə yoğrulmuş məktəbi, Billy Cobham'ın azad improvizasiyası sənətkara qol qanad verdi. Nağaranı solo konsert səhnəsinə çıxaran da o oldu. Bu qədim alətin səsini tək başına bir orkestr gücünə çevirən sənətkar kimi. Nağara Natiqin barmaqlarında dünya səhnəsində tüğyan edirdi. Natik Şirinov sənət dünyasında inqilab edərək yeni nağaralar yaratdı. Quruluşunu dəyişərək imkanlarını genişləndirib 15 nağara növünün müəllifi oldu. Və ən önəmlisi, dünyaya bu aləti
adı ilə tanıtdı. Dhol yox, dohle yox, nağara. Natiq Şirinovun beynəlxalq səviyyədə çıxışları nağaranı dünya səhnəsinə daşıdı. 2012-ci ilin mayın 22-sində Bakıda keçirilən Avroviziya müsabiqəsinin yarım finalında qədim Azərbaycan musiqi mədəniyyətini təmsil edən Qavaldaş ilk dəfə səhnəyə çıxarıldı. Milli musiqi yaddaşımızın sarsılmaz dayaqlarından olan Natiq Şirinovun sənəti hər zaman dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Onun yaradıcılığı, milli mənəvi dəyərlərimizin qorunması, zənginləşdirilməsi və dünyada layiqincə təbliği istiqamətində aparılan ardıcıl mədəniyyət siyasətinin parlaq təcəssümüdür. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin mədəniyyətə, incəsənətə və sənətkarlara göstərdiyi xüsusi diqqət, eləcə də birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi naminə gördüyü əvəzsiz işlər Natiq Şirinovun yaradıcılıq yolunda mənəvi dayaq, sənət taleyində isə böyük rolu olmuşdur. Onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi misilsiz töhfələr ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib. Bu yüksək qiymətin nəticəsi olaraq o, 2007-ci ildə zərb alətləri üzrə ilk əməkdar artist adını qazanıb. Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinə həsr olunmuş möhtəşəm gecə sənətkarın yaradıcılıq salnaməsində daha bir unudulmaz hadisə ilə yadda qaldı. Məhz həmin təntənəli gecədə o, xalq artisti fəxri adına layiq görülərək milli musiqi mədəniyyətimizin ən yüksək zirvələrindən birinə ucaldı. Natiq Şirinov nağara sənətində yeganə xalq artisti fəxri adını daşıyan sənətkar kimi Azərbaycan musiqi tarixində özünə məxsus yer tutur. Ustad şagirdlərinə yalnız texnikanı deyil, alətə hörməti və Azərbaycan ritminin mənəvi dəyərini öyrədir. Əbəs deyil ki, onun Nağara mirası kitabı tədris sisteminə daxil oldu. Ustadımız 50 il səhnənin işığında, xalqın sevgisində, əməyi və enerjisi ilə şərəfli yol gəldi. O ömürdə alın tərinin izi, yuxusuz gecələrin ağır məşqləri, hər zərbədə uşaq tək sevinən ürək çırpıntısı var. Hər konsert bir and, hər çıxış bir yüksəliş, hər zərbə isə ritmin nəbzidir. Bu, həm də xalqa olan sevgisinin möhrüdür, taleyinin imzası kimi. Natiq Şirinov əhdinə vəfalı insandır. Sənətkar ritmin sehrini dünyaya göstərdi. Özünü dəfələrlə təhlükəyə atdı. Barmaqlarını əzdi, əlləri qabar bağladı, amma geri çəkilmədi. Qaranlığı yaran, qəlbləri cuşa gətirən cəngavər gücü var onun qollarında və ən əsası ürəyində. Natiq ritmin 50 illik ömrü səbir, əzm və axtarışın rəmzidir. Ustadın yarım əsirlik yolu ruhun səyahətidir. Varlığın iç qatlarını oyadan mənəvi sığınacaqdır. Natiq Şirinovun ritmi onun çıxışı bitəndən sonra da insanın içində döyünməyə davam edir.
O, bu sənət meydanında cığır açdı. Natiq Şirinovun oğlu Ümid atasının yolu ilə addımlayan, onun ritmində böyüyüb püxtələşən nadir istedaddır. Ümid ritmin gələcəyinin canlı imzasıdır. Ata-oğul səhnədə çıxış eləyərkən anlayırsan ki, nağaranın sehri bir ürəkdən digərinə pərvaz edib. Ritmi bugün daha güclü, daha mübariz, daha inamlı, qətiyyətli səslənir. Çünki bu səsin arxasında bir ömürlük zəfər dayanır. Sənətkarın pişvazına gələnlər, sevginizi alqışa çevirin, ruhunuzu ritmin sehrinə təslim edin. Bu coşku onun üçündür. Xalq artisti, ritmin sərkərdəsi, Tanrının seçilmiş bəndəsi Natiq Şirinov huzurunuzdadır.